Bizim dostumuz bizdən əvvəl olur. Efir vaxtı, 12 saatlıq efiri var. Xoşqədəm xanım, əməkdar jurnalist. Artıq neçə gündür bir hüzün içindədir. Çünki 85 yaşında anasını itirdi. Yaş fərq etməz. Çünki ana həmişə anadır. Bugün soruşdum ki, Xoşqədəm xanım, nə vaxt efirlərdə olacaqsan? Deyir, vallah bilmirəm, zar çaşıb qalmışam, efirdə olmalıyıq. Çünki bizim işimiz elədir ki, yəni efiri qoyub 5 gün, 10 gün harasa, amma bu hüzün də oldu. Yəni ölümlü, itilimli dünyadır. Neynəmək olar? Xoşqədəm xanıma bugün efirdən elə bəyan edirəm, elə özünə də dünən söylədim. Efirə çıxmaq lazımdır, efirdə olmaq lazımdır. Və bugün mən Rəşid müəllimlə əlaqə saxladım. Çünki Rəşid müəllim onun mənəvi atasıdır və bizim əməkdar müəllimimiz, ağsaqqalımız. Mən istəyərdim ki, onun da bir sözü olsun, bir müraciəti olsun. Bəlkə Xoşqədəm xanıma çatdıracaqlar bizim bu müraciətimizi. Mən deyərdim elə sabahdan efirə çıxsın. Rəşid müəllim, axşamınız xeyir olsun. Axşamınız xeyir. Necəsiz, nə var, nə yox? Sağ ol, təşəkkür edirəm, minnətdaram. Mən bilirsiniz ki, Xoşqədəm xanıma itki yüz verib, anası rəhmətə gedir, ondan heç gözlənilmirdi. Onun anasının vəfatı deməli, hamını kədərləndirdi. Mən Xoşqədəm xanımın yanında oldum, elə eşidən kimi onun yanındayam. Həməşə bu Xoşqədəm xanıma baş sağlığı veririk. Xoşqədəm xanım bilməlidir ki, və Arbenin müdüründən də xahiş edirəm, Xoşqədəm xanımdan da xahiş edirəm. Bu verilişi davam etdirmək lazımdır. Xoşqədəm xanımı sevənlər var, bu verilişi gözləyənlər var. Həyat davam edir. Bilirsən, yas uzun müddət saxlamaq da düzgündür. Allaha üsyan deməkdir bu. Mən xahiş edirəm Xoşqədəm xanımdan və bütün onu sevənlər onu gözləyirlər daima. Bu veriliş, Xoşqədəm xanım verilişə çıxsın, həyat davam edir və mən bütün insanların adımdan yox, öz adımdan bir ağsaqqal kimi məsləhət görürəm ki, bu veriliş davam etdirilsin. Verilişi dayandırmaq olmaz. Çünki yarımçıq qalmış talihlər var, o qədər problemlər var, bunlar hamısı üst-üstə qalmasın deyə gəlsin işinin başında olsun. Ha, Rəşid müəllim? İşinin başına gəlsin, bəli, iş davam etməlidir. Bilirsən, biz qəribə milləti, biz anamızı çox istəyirik, hamı istəyir anasını. Amma onu bilməlidirlər ki, insanlar, bu ömrü Allah verir ona, 85 il yaşayıb o adam. Orada ölümü şah ölümdür, heç kəsə əziyyət vermədən öl. Vallahi rəhmət eləsin, mən Xoşqədəm xanımın yanında olmuşam, dünən də, bugün də arxasındayım Xoşqədəm xanımın. Amma onunla bərabər xalqımızı Biz də onu istəyirik. Elə siz də bir ağsaqqal kimi bunu buradan müraciət edərək söylədiniz. Rəşid müəllim, təşəkkürümü bildirirəm sizlərə. Çox sağ olun. İnşallah bizim bu çağrışımızdan sonra, bizim bir müraciətimizdən sonra Xoşqədəm xanımı sabah efirə görərik. Saat neçədə? 17:00-da. İnşallah Xoşqədəm xanım, bax, deyirik buradan. 17:00-da işimizin başında olun. Canlı efirdə inşallah sizi görmək bizim üçün xoş olardı. Allah ananıza qəni-qəni rəhmət eləsin. Və telefon bağlantısında əməkdar müəllim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov idi. Rəşid müəllimdən də bir ağsaqqal kimi istədik ki, bir müraciət etsin və xahiş edək efirdə inşallah xanımın özünü görək. Və inşallah bu sabah